Bəli, Suriyada atəşkəsə baxmayaraq silahlar susmur, hətta insan tələfatı qeydə alınıb. Xəsəkə və Qamışlı ərazisində YPG, SDG terrorçularının açdığı atəş nəticəsində 2 nəfər həlak olub. Eyni zamanda Suriya Dövlət Xəbər Agentliyi SANA-nın yaydığı məlumata əsasən Hələbin kənd ərazilərində və Sirrin qəsəbəsində ən az 15 kamikadze dronla hücumlar qeydə alınıb. Bunun nəticəsində mülki şəxslərə məxsus evlər, avtomobillər zərər görüb, xoşbəxtlikdən insan tələfatı qeydə alınmayıb. Eyni zamanda YPG-lilərin nəzarəti altında olan bölgələrdə onların siyasəti ilə razılaşmayan mülki şəxslərin həbs edildiyi, onlara işgəncə verildiyi haqqında məlumatlar yayılır. Suriya Milli Ordusu isə həmin ərazilərdən 2 humanitar dəhliz açdığı haqqında məlumat veriblər. Həmin dəhliz vasitəsilə mülki şəxslərin Şama doğru, Dəməşqə doğru təxliyəsi planlaşdırılır. Türkiyə siyasi dairələri, dövlət, istihbarat, kəşfiyyat, yəni diplomatik dairələr Suriyadakı vəziyyəti yaxından izləyir. Eyni zamanda ekspertlər qeyd edirlər ki, bu son təxribatlar terror təşkilatının son çırpınışları kimi qiymətləndirilməlidir. Eyni zamanda terror qruplaşmasının daxilində fikir ayrılıqları mümkündür. Bəzi tərəflər inteqrasiyaya meyilli olsa da, digər qruplaşmalar xarici dairələrin də təsiri altında Türkiyənin bölgədə nüfuzunun artmasına, Suriyanın mərkəzi hökumətinin mövqeyinin güclənməsinə rəvac verməmək üçün əllərindən gələni edirlər. Eyni zamanda atəşkəs rejimi kövrəkdə olsa davam edir və tərəflər bunun qorunması üçün səylərini davam etdirirlər. Hələlik Ankaradan çatdıra biləcəklərim bundan ibarətdir. Söz yenidən sizlədir.